Bərdədə 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad olunub. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, hüquq mühafizə orqanları, idarə müəssisə təşkilat, ictimai birlik rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar Vətən müharibəsi zamanı Ermənistan silahlı birləşmələrinin Bərdə rayonuna atdığı Smerç tipli raketlər nəticəsində şəhid olmuş dinc sakinlərin xatirəsinə salınmış güşəni ziyarət edərək, güşə önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini dərin ehtiramla anıblar. Daha sonra vətən uğrunda canlarından keçmiş şəhidlərin dəfn olunduğu rayonun Şəhidlər Xiyabanı ziyarət edilərək, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Saat 12 tamamda rayonun Şəhidlər Xiyabanında şəhidlərin ruhu bir dəqiqəlik xatirə sükutu ilə yad edilib. Şəhidlərin ruhuna dualar oxunub. Allah şəhidlərimizə rəhmət eləsin.